Açmaq istəyirəm. Ə, Ədəbiyyatdan yola çıxacağıq. Ə, Personaj olaraq Kafkanı götürəcək. Kafka bilir ki, məsələn, yazıçıdır. Kafkanın kitablarını oxumusunuz? Kafka'nın o meşhur əsəri var ya, Dönüşüm, onu okumuştum. Tamam, oxumusunuz. Super. Elə bunun üstündən əslində yola çıxacağıq. Kafka metamorfozu üstündən yola çıxacağıq. Ekran görsənir də. Bəli. Kafka dizayner olsaydı, belə bir fəlsəfi yolla yola çıxacağıq. Dizayner ümumiyyətlə yaradıcılığını tam işlədə bilməsi üçün ona lazım olan pozisiyanın önəmli tərəfi dizayn işlərindən kənarda düşünməyə bacarmasıdır. Yəni gedib bir şairdən bir ideyanı götürmək ola bilər, bir yazıçıdan hər hansısa bir detal götürüb onu dəyişdirərək istifadə eləməsi ola bilər. Copy-paste yox, copy-paste tamamilə beyninizdən silin. Ə, Və amma bunun məğzərini də anlamaq lazımdır. Yəni bir dizayner dizayn işinə toolları tərpətmək kimi yanaşmamalıdır. Psixologiya üzərinə yola çıxa bilər, fəlsəfə üzrə yola çıxa bilər. Ə, Və bu gün biz Kafkanın üzərindən yola çıxacağıq. Mən sizə indi mərhələlər deyəcəm. Müəyyən bir buna Kafkaesk dizaynı deyilir. Bu şəkildə yazılır. Kafkaesk. Bu tərzdə bir üslubdur, Kafkaesk. Bu Kafkaesk termdir əslində. Dizaynerlikdə bunun anlayışı necə olur, onu sizə başa salmağa çalışacağam ki, hansı ki bu yaradıcılıq baxımından düşünmək üçün dizaynerə köməklik göstərir. Biz bilirik ki, Kafka bizə daha çox əsərlərində psixoloji dərinlik, ondan sonra absurdluğu çox idi. Və buradan biz xatırladıq ki, Kafka yazı yazmaqda absurdluq istifadə eləyirdi. Dizayner də öz dizayn işində absurd tərəflərdən istifadə edə bilər. Standartda oturub düşünəndə absurd yadınıza düşməyə bilər. Dizaynerin ümumiyyətlə nəyinsə yadına düşməsi üçün ədəbiyyatdan, psixologiyadan, elmdən, hər hansısa bir hətta aşbazdan belə detal götürüb nəyəsə xatırlaya bilər. Belə bir şey mümkündür. Ona görə yəni dizayner başqa bir üfüqlərə də yol açmalıdır. Və biri ki, Kafka tənha insan obrazlarını da göstərirdi. Ə, və ona görə də məsəl üçün əgər Kafka dizayner olsaydı, o metaforik və simvolik yanaşmalar daha çox eləyəcəkdi. Yəni o və bu anlayış nə deməkdir? Boğucu və bir növ labirintvari strukturlar istifadə eləyəcək. Yəni boğucu rənglərin və labirint fason rənglər olması nə deməkdir? Məsələn, bir illüstrasiya daxil olaq. Boğucu rəng, məsələn, qara ton ola bilər. Qaranın tonları ola bilər. Boz çox istifadə eləyərdi. Ə, Digər məsəl üçün bu rəng tonlarının digər məsəl üçün tərzlərində məsələn yaşılın boğucu tonunu istifadə eləyərdi. Bu məsələn bir dizaynerin özündə stil yaratmasında köməkçi rol ola bilər. Məsələn, dizayner var, açıq rənglər istifadə edə bilər. Qalxıb belə yuxarı, yaşıl rənglərdən istifadə edə bilər, tonu yuxarı. Amma Kafka özü dizayner olsaydı və bizə ilham olsa, ondan məsələn öyrənə bilərik tonların ancaq solğun və tünd tonlarda istifadə edilməsi. Yəni şkalaların bu hissələri daha çox aktiv olacaq. Boğucu tərəflər. Ə, Labirintvari struktur isə Bauhausu nümunə çəkə bilərik. Yəni Bauhaus üslubunda daha çox işləyər bu tipdə məsəl üçün. Yəni Bauhausu artıq keçən səfərdən bilirsiniz. Bu labirintvari struktur sayılır. Bauhaus özü bir labirint tərəfə meylli bir strukturdur. Ona görə məsələn Kafka dizayner olsaydı bu üslublardan istifadə edərdi. Digər fəlsəfi tərəfi insanı əzən sistemlərə qarşı çıxardı. Yəni burada ideyanı fikirləşəndə, Kafka ideya fikirləşsəydi dizayn üzrə, daha çox özündə
insanı alçaldan durumlara qarşı çıxmağa başlayardı. Yəni, insanı nə alçaldırsa, onlara qarşı çıxacaq bir fikirlər ortaya qoymağa çalışardı. Yəni anarxist bir posterlər hazırlayardı. O da necə ola bilər? Deməli 1984-ün tərzində bir posterlər olardı. Belə tərzdə anarxist bir posterlər üzə çıxartmış ola bilərdi. Və ona görə yaddaşlarda daha çox anarxist olaraq qalardı. Dizayner yəni bir tərəfi ya seçə bilər, ya ondan istifadə edə bilər, ya da ki, tamamilə onun əksinə olan bir şeyi hazırlaya bilər, yəni belə bir şey mümkündür. Posterlərində yaddaşma, tənhalıq, bunları əks etdirən vizual metaforlar istifadə edilə bilərdi. Bu yəni depressivni bir poster ola bilər. Depression poster yazsa, yəni daha çox burada indi belə tərzdir məsəl üçün. Daha çox depressiyanı xatırladan, insan tənhalığını vurğulayan, insanın yadlaşma durumunu vurğulayan bir vizuallar yaratmağa çalışardı. Bu Kafkadan bizim öyrənəcəyimiz bir hissədir. Bu hissədə e, onun əsas məğzi dizayner üçün, yəni bir rolu seçməsidir. Yəni siz bir ideya oturub fikirləşəndə açmalısınız Kafkanın nəzəriyyəsini. Və bu Kafkanın nəzəriyyəsi ilə yola çıxaraq, məsəl üçün sizə xidmətinizə uyğun olan bir tərəf oradan varsa, oradan detallar götürə bilərsiniz. Bir yaradıcı tərəfdən düşünmək sadəcə dizayn işinə baxaraq olmur. Bunun üçün bayaqlar dediyim kimi, sadaladığım kimi, başqa üfüqlərdən istifadə etməyə çalışmalısınız. Ən çox da ədəbiyyatdan istifadə etməlisiniz. Ondan sonra Kafkanın rəng məsələsini dedik. Bu boz, qəhvəyi, tünd rənglər istifadə eləyər, tünd tonlarla ifadə eləyər. Monoxrom abstraktlardan istifadə eləyər. Kompozisiyası monoxrom olar və yaxud da ki, ə, daha çox yəni belə bir üslublar ola bilər. Belə stillər, monoxrom, abstrakt xəttlər yer ala biləcək. Kafkanın tərzində olsa dizaynlar. Çərçivəyə sığışdırılmış elementlər çərçivənin daxilində olanlar ancaq. Elə Bauhaus ən çox yaxın olandır. Qeyri-mərkəziliyi olanlar. Yəni bir mərkəzi yoxdur da. Budaqlanır, şaxələnir, müxtəlif cür tərəflərə axır gedir bu tərzlərdə. Yəni bunlar ümumiyyətlə monoxrom tərzlər çox mərkəzi olmayan bir tərzdir. Bunlar. Bunlar monoxromlar sayılır bu tərzlər. Mərkəzi yoxdur. Parçalanırlar, bölünürlər. Yəni bir dizayner olaraq siz fikirləşəndə ya simmetrik ideya fikirləşə bilərsiniz, ya da qeyri-simmetrik, yəni monoxrom bir stildə düşünə bilərsiniz. Bu yəni qeyri-mərkəzilik olur da monoxromla işlənən zaman. Və daha çox öz psixologiyasını əks etdirən bir şey olardı. Burada nə öyrəndik? Məsəl üçün Kafka kitablarında daha çox öz problemlərini həll etməyə çalışırdı. Atası ilə olan problemi olsun, xəstəliyi ilə olan bir problem olsun, sevdiyi insanla bağlı olan problem olsun və ona əksinə o güc verirdi. Məsəl üçün Milena yazdığı məktub, o Milena uzaqda olmasaydı, o məsəl üçün gözəl bir əsəri ortaya çıxartmaya bilərdi. Atası ilə güclü bir problemi, münasibəti pis olmasaydı, o metamorfozu məsəl üçün çətin yazardı. Yəni burada nə qaynaqlanır? Necə ki yazıçı özündə baş verən problemlərdən, ətrafda baş verən problem ayrı, öz daxilində baş verən problem ayrı. Öz daxilində baş verən problemi necə yazıya, hekayə çevirirdisə, dizayner də öz daxilində baş verən problemi ilhamlanıb o məsələni dizayn ilə həll eləməyə çalışmalıdır. Yəni yaradıcı düşünməyimizə.
Dizayn olaraq kreativ fikirləşməyimiz üçün birinci punkt budur ki, öz problemimizdən həlli yolunu tapacaq şəkildə ilhamlanaraq yola çıxmaq. Yəni bir dizayner olaraq ilhamlanma tərəfləri çoxdur. Problem həlli var, problemi göstərmək var, təbiətdən ilhamlanmaq var, ətrafda və cəmiyyətdə baş verən problemdən ilhamlanmaq var. Bunlar fiziki prosedurlarla, real həyatda baş verən detallardan ilhamlanaraq yola çıxılacaq bir situasiyadır, ideya düşünmək üçün. Bunun başlıcası öz daxilinizdə olan problemi həll eləyərək dizayn işini hazırlamaqdır. Yəni atdığınız hansısa bir fiqur ola bilər, detal ola bilər. O detalı çevirməyiniz ola bilər. O detaldan yola çıxaraq formalaşdırmamız ola bilər vizualı və yaxud da ki, bir vizualda məsəl üçün ə, özünüzdən bir problem tapmısınız və onu vizualla göstərməyə çalışmalısınız. Bu həm öz problemimizi görməkdir, həm onu necə həll eləmək üçün çıxış yolunu tapmaq üçün istifadə edə bilərsiniz. Yəni hazırladığınız dizayn işində, yaradıcılıqda bir növ meditasiya durumu ilə hərəkət eləməyə çalışmalısınız. Amma problemdən yola çıxaq. Öz içinizdəki problemdən yola çıxaq. Kafkanın insan və sistem arasında bir mübarizəsi var idi. Yəni onun qəhrəmanları belə deyərdim ki, çox vaxt anlayışsız sistemlərin qurbanı olur. Yəni dövlət tərəfindən qurban ola bilər, ailə tərəfindən qurbana çevrilə bilirdi. Belə bir detallar var idi. Və bu fikir dizaynda necə istifadə edilə bilər? Bürokratik tərəfdən istifadə edilə bilər. Mexaniki interfeys dizaynlarından istifadə edilə bilər. Yəni interfeys fiqurlar var. Interface. Və interface fiqurlar bunlardır. Və bu tərzdə interfeyslər gedir. Ə, bu tərzlərdir. Interface fiqurlar sayılır. Yəni nə deməkdir interface tərəfi? Rənglərin, bir çox rəngin bir-birinə qarışdırılması. Fiqurlar sərt olmur interface abstraktlarda. Daha çox yumşaq olur. Yəni belə tipli olmur. Bu interfeys deyil, bu interfeys deyil. Bu sadəcə fibr optik filan abstraktlardır, yəni. O fibr optiki bildirən şeylərdir. Texnologiyana bağlıdır. Amma bunlar sırf olaraq belə art üslublu işlər üçün istifadə edilir. Ebru sənətinə oxşuyur. Necə? Ebru sənətinə oxşuyur. Hə, Ebru sənəti əslində interfeys abstrakt gedir. Yəni qrafik dizayn adı ilə hesablasaq. Hə, ay sağ olun. Ebru tərəfdən, yəni ilhamlana bilərsiniz. Bu nə üçündür? Backgroundlarınızı hazırlamaq üçün. Background hazırlayanda çətinlik çəkirsiniz. Çünki siz dizayner ideya fikirləşəndə background ideyası üçün ayrıca ilham mənbəyi tapmalıdır. Font dizaynı üçün ayrıca bir ilham mənbəyi tapmalıdır. Vizual üçün ayrıca bir ilham mənbəyi tapmağa çalışmalıdır. Qoyacağı loqonun, yazacağı veb saytın adının da yəni ayrıca bir ona görə simmetrik baxımdan ideya fikirləşərək düşünməlidir. Hər bir parçaya detallı olaraq ayrıca bir fikir, məna, ideya yükləməyə lazımdır. Yəni bu çox vacib bir məsələdir. Kafka minimalizmi daha çox vurğulayardı. Amma soyuq və interaktivliyi az olan. Yəni hərəkətə keçirici nüanslar olmazdır. Dinamiklik olmazdı dizaynlarında. Daha çox soyuq, stabil, yəni belə bir şey deyim sizə, elə minimalist sosial media postlarının içindən belə tipli dizayn işlərinə meyllənərdi. Sadə, hərəkətə verici, həyəcan verici şeylər olmayacaqdı. Kafka dizayn işləsəydi. Bəs mən indi Kafkanın gözündən baxıb bir şey dizayn eləyəndə Hə, burada nə öyrənmiş oluram? anlamadım. Eşitməmisiniz? Mən Kafkanın gözündən baxıb dizayn eləyəndə nə öyrənmiş oluram burada? Bəs onları sadalayıram da səhərdən. Yəni Boğucu və tamam, labirintvari strukturu məsəl üçün Kafkadan xatırlaya bilərsiniz. Bəs onları ha o səhərdən. tamam. İnsanı əzən sistemlərə qarşı çıxan detaldan
Məsəl üçün ilhamlana bilərsiniz. Yadlaşma tənhalığı bildirən tərəfdən yola çıxmağınız ola bilər. Interface backgroundlardan yola çıxa bilərsiniz. Ə, Bəs bunlar Və bu kimə davam edir hələ. Punktları davam edir. Mən hal-hazırda sizə Kafka tərəfdən xatırlaya biləcəyimiz, dizaynerlikdə istifadə edə biləcəyimiz punktları sadalayıb izah eləməyə çalışıram. ə, Başa tamam, düşdünüz? yəni bu yaxşı mənim işdə ya da hardasa nəsə işimə yarayacaq, yoxsa Baxın, nə üçün ki? dizaynerlik kimin üçünsə işləməkdən ibarət deyil. Bu nüans sizin yaradıcı tərəfdən portfolio yığmağınız üçündür. Hansı ki, yaradıcı tərəfdən nə qədər güclü portfolio yığa bilməyiniz üçün siz kreativ düşünmə prinsiplərini istifadə etməlisiniz. Bu Kafka olsun, Van Gogh tərəfdən öyrənəcəklərimiz olsun. Bunlar hamısı bizə yaradıcı tərəfdən kömək eləmək üçündür. Hansı ki, özümüz üçün bir portfolio yığmaqda və yaradıcı bir portfoliomuzu ortaya qoyanda gedib daha kreativ şirkətdə işləyə bilirik. Başa düşürsüz? İş daxilində də istifadə edə bilərsiniz. İş daxilində ideya da istifadə edəcəksiniz. Bunlar hamısı ideya üçündür. Texniki tərəf deyil. Texniki tərəfin başını buraxın siz bir neçə müddət. Texniki tərəf dizaynerin belə deyək, ən belə rahat, lazımsız tərəfidir. Yəni dizayner yaradıcı tərəfdən güclü bir potensiala sahib deyilsə, onun texniki ləvazimatları da lazımsızdır. Yəni belə bir şey fikirləşək də, siz dizaynlarınızı yararlı şəkildə hazırlamağa çalışmalısınız. Yəni qarşı tərəfə yararlı ola biləcək şəkildə. Müştəriyə yararlı hazırlamaq istəyirsinizsə, onu da yəni yaradıcı tərəfdən yanaşmalısınız. Məsəl üçün bir insana biz taxta verərik, mismar verərik, çəkic verərik. Onun əgər kreativliyi varsa, o insan ondan məsəl üçün ox düzəldəcək, nizə düzəldəcək və gedəcək heyvan ovlamağa başlayacaq. Bu nə oldu? Bu onun kreativliyi ilə həyatda qalmaq üçün bir vasitə hazırladı özü üçün. Yararlı oldu həmin o kreativ ideya onun üçün. Amma kreativliyi olmayan insan, yəni yararlı tərəfə necə yönələcək deyə onu düşünməyən şəxs taxtanı götürəcək divara vuracaq. Onun bir mismarın, yəni faydası, taxtanın faydasını hiss eləməyəcək. Dizayner həmin bu durumu hiss eləməlidir. Yəni bir vizuala sadəcə vizual kimi baxmamalısınız. O vizualların, o xəttlərə hekayələr kimi baxmalısınız. Və ona görə ədəbiyyatla maraqlanmalısınız. Oturmalısınız, yəni Dostoyevskini oxumalısınız və Dostoyevskidən oradan qurduğu hekayəni, personajları siz dizaynınız üçün necə istifadə edə bilərsiniz deyə onu düşünməlisiniz. Başa düşürsünüz nə demək istəyirəm? Başa düşdüm. Yəni təkmilləşmə budur. Dizaynerin yaradıcı tərəfdən təkmilləşmə prinsipi bundan ibarətdir. Bu dəqiqə bizim bədbəxtçiliyimiz ondan ibarətdir ki, yəni kurslarımızın gəncləri quru-quru öyrədirlər, onları kartof yetişdirirmiş kimi yetişdirirlər və sonra da o şəxslər nə beynəlxalqa çıxa bilir, ya nə də ki otururlar 5 dənə 10 dənə poster hazırlayaraq sadəcə pulu güdməyə başlayırlar. Və sonra da dizaynerlikdən də həvəsdən düşürlər. Yəni bu dəqiqə bir çox öyrənən dizaynerlərin bir il sonra dizaynın buraxmasının səbəbi yaradıcı tərəfdən nələrləsə əlaqələndirməməsidir. Yəni, bu həm rejissorluq da belədir, rəssamlıq da belədir. Bir aşbaz da yəni yaradıcı tərəfdən yanaşmalıdır. Hətta bir dənə film vardı, o filmdə deyirdi ki, soğanın səsini eşidirəm də, o soğan necə səs eləyir əslində, o bıçaqla mən onu doğradığım zaman. Yəni sevgi ilə, işə sevgi ilə yanaşma bundan ibarətdir. Ona görə siz bunlara daha çox fokuslanmalısınız. Aydındır? Bəli, mən məsələn işdə bəzən istəyirəm fərqlilik olsun, məsələn, kreativ belə qeyri-adi bir şeylər olsun, amma görürəm ki, iş bunu tələb eləmir. Yəni Mən sizi işə hazırlaşdırmıram ki. Mən hə, sizi bildim, sadəcə daha orada kreativ bəzən yerlərə gedib həvəsim çıxasınız deyə düşür. hazırlaşdırıram. Hə, İş məsələn, orada görürəm ki, mən məhdud bir ərazidir və oradan çıxmalıyam. Yəni Və ona görə kreativ mən onu, onu yəni ona fokuslanmışam. Çünki keçən səfər siz mənə dediniz. Amma siz kreativ bir yerdə işləyə bilməyiniz üçün kreativliyiniz yüksək olmalıdır. Hmm, olabilir.
Agentlik istəyirəm. Mən düşünürəm ki, agentlikdə daha kreativ nələrsə tələb olunur. Çünki Var bəli, müştəri agentliklərdə olur. fərqlidir. Orada yəni e, daha maraqlı bir portfolyo lazımdır. Bəli, agentliklərdə olur, yəni bu kreativ tərəflər agentliklərdə daha çox olur, müştəri fərqliliyinə görə. Tamam, yəqin ev tapşırığım o olacaq da çox güman ki. Öz ideyanızdan hazırlamaqla bağlı ev tapşırığı olacaq, bəli. Hə, yəni Kafkanın gözü ilə baxıb. Kafkadan ilhamlanaraq, bəli. Mhm. Okey. Tamam. Sonra digər punktumuz nədir? Məsəl üçün illüstrasiyalardan istifadə eləyərək bir poster hazırlaya bilərsiniz. Burada insan elementinin getdikcə robotlaşdığını göstərə bilərsiniz. Bu məsəl üçün günümüzün nəbzində aktual olan bir şeydir. Yəni sosial şəbəkələrdən çox istifadə elədikcə insanın necə robotlaşdığını məsəl üçün göstərə biləcək bir afişalar hazırlaya bilərsiniz. Və bu afişalar, bu tipli afişalar kimin diqqətində ola bilər? Məsəl üçün medianın diqqətində olacaq daha çox. Hansı ki, məqalələr çıxaran hansısa bir media şirkətləri öz posterlərində istifadə edə bilər. Jurnal şirkətləri belə bir e, ideyalara meyilli olurlar və onlar üçün məsəl üçün maraq doğura bilər. Reklam agentləri maraq doğura bilər. Çünki burada həm var günün nəbzindən istifadə eləmək, həm kreativ tərəfdən yanaşmaq durumu var. Ona görə belə situasiyalarda bu tipli şirkətlərə özünüzü göstərmək istəyirsiniz, siz birincisi bu tərzdə ideyalar fikirləşməyə başlamalısınız. Günün nəbzində baş verən situasiyanı necə belə sarkastik yanaşa bilərsiniz. Dizaynerin biraz sarkazm anlayışı olmalıdır. Burası çox önəmlidir. Növbəti digər punktumuz simvollar və metaforlardır. Kafka tez-tez simvolizmə müraciət edir. Məsəl üçün çevrilmə əsərində tarakan obrazı. Bu Kafkanın yazıçı olaraq seçdiyi bir obraz idi. Dizayner də öz dizaynlarında öz stilini, yəni bunu məsəl üçün Təranə xanım hazırlayıb, hamı tərəfindən bilinməsi üçün, seçilməsi üçün bir obraz seçməlidir özünüz üçün. Yarası ola bilər, yarasanın qanadı ola bilər, nə bilim stəkanın qulpu ola bilər, nə bilim hər hansısa bir sırğa detalı ola bilər. Hər hansısa bir obrazlar seçib, o obrazlardan yola çıxaraq dizaynlarınızı göstərə bilərsiniz. Bir növ sizin imzavız kimi. Bu dizaynerdə önəmli bir tərəfdir. Labirint dedik. Qutular, qapalı qutular. Bu qapalı qutular nədir əslində? İdeya baxımındandır. Şey kimi posterlər hazırlaya bilərsiniz. Tapmacalı. Yəni izləyicinin işi tamamlanmasına meyləndirmək. Məsəl üçün indi burada görək tapa bilərik. Daha çox tapmacanı bildirən bir şeylər. Məsələn, tutaq ki, almanı istifadə edirsiniz. Alma günah mənasındadır. Bunu tapmaca kimi hazırlayaraq məsəl üçün detal göstərə bilərsiniz. Burada elə bilin ki, izləyici baxanda iki mənalı başa düşə bilər. Həm günah mənasında, həm vitamin mənasında, həm yaradılış mənasında. Yəni belə tipli tapmacalar ideyalarınızda eləməlisiniz. Yəni bu Kafkadan öyrənəcəyiniz önəmli detal budur. Bu məsəl üçün filmdən hər hansısa bir detal götürüb filmdə məsəl üçün bu çox məşhur idi bu əşya. Onu məsəl üçün xidmətinizə uyğun əlaqələndirərək istifadə eləyə bilərsiniz. Belə bir nüanslar var. Bu da yəni bir qapalı qutu kimi gedir. Bu hamısı kreativ ideyalar baxımından istifadə etmək üçündür. Emosional rezonans. Emosional rezonans doğurmalıdır ideyalarımız. Kafka nə edirdi? Yalnız vizual yox, yəni krasovkanı götürdü, qoydu o tipdə yox, daha çox emosional bir təcrübəyə çevirərdi onu. Tamaşaçı əsərə baxanda, orada məsəl üçün vizuala baxanda orada qorxu, çaşqınlıq, tənhalıq hissini hiss edərdi. Məsələn, Kafka azlasaydı. Yəni dizayn məlumat ötürməkdən daha çox sual yaratmalıdır.
Məsələn, bu Kafka tərəfdən öyrənəcəyimiz detal budur. Hansı ki, siz iki başda hazırlamanız mümkündür. Həm məlumat ötürə bilərsiniz, həm götürüb qarşı tərəfin beynində sual yarada bilərsiniz. Məsələn, burada bu vasitə varsa, burada sual yaranır ki, niyə bu var? Belə bir şəkildə izləyici də bu yaratmalıdır. Və yaxud da niyə almanın bu hissəsi bölünüb? Və belə tipdə sual yaratmalıdır. Bunu hazırlayanda siz test aparmalısınız tanışlarınızla, yaxınlarınızla. Vizualı ona göstərə bilərsiniz. Görün, yəni o sual verirmi sizə? Əgər o sual verirsə sizə, onda bilin ki, siz məlumatdan daha çox onun beynində sual yaratmısınız. Bu isə vizuala marağın nə qədər çox olduğunu hesablamış olursunuz belə bir durumlarda. Ümumiyyətlə bir dizayner yaradıcı tərəfdən işləyəndə fikirləşməlidir ki, emosiya, duyğusal bağ necə yaratmalıdır? Və bura rəqəmsal marketinq köməklimizə çatır. İndi fasilədən sonra rəqəmsal marketinq üzrə sizə danışacağam. Kafkadan punktlar bu qədər idi. Başa düşə bildiniz bu punktları? Aha, bəli. Okay. İndi videonu da sizə göndərəcəm. Buna bağlı da ev tapşırığı olacaq. İndi 5-10 dəqiqə dincələk. Ondan sonra rəqəmsal marketinq üzrə müştəri ilə duyğusal bağ yaratma haqqında danışacağıq. Bu daha çox sizə harda köməyinizə çata bilər? Freelance işlər tapmağınızda. Tamam. Sualınız var? Yok. Tamam. O zaman dincəlin. Sonra yenə qoşuluruq.